Ç hərfi nə zaman ş səsini ifadə edir? Deməli, uşaqlar, əgər sözün sonu ç hərfi ilə bitərsə və həmin sözə D, T, S, Z, L, N samitləri ilə başlanan şəkilçi qoşularsa və yaxud da söz əlavə olunarsa, Ç hərfi tələffüzdə ş səsini ifadə edəcək. Məsələn, qat sözünü götürürəm, sözün sonu ç hərfi ilə bitib və ona samitlə başlanan, D samiti ilə başlanan şəkilçi əlavə etdim. Tələffüzdə olacaq. Ç hərfi tələffüzdə ş səsini ifadə etdi. Başqa bir nümunə. Heç sözünü götürürəm uşaqlar. Sonu ç samiti ilə bitir və ona n samiti ilə başlanan nə sözünü əlavə etdim. Tələffüzdə olacaq. Heç, nə. Burada da yenə ç hərfi tələffüzdə ş səsini ifadə etdi.